9-cu il təvəllüdlü Müddət Abdurrəhmanov mağazaya gedərkən yolda tapdaladığı ilan onu sancıb. Şəhadət kənd sakini 1960-cı il təvəllüdlü Vidadi Əhmədov isə fərdi təsərrüfat sahəsində işlə məşğul olarkən ehtiyatsızlıq edib. Nəticədə otun altındakı ilan onu sancıb. Hər iki şəxs təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, onlara zərdab vurulub. Durumları qənaətbəxşdir. Bağda ağaçları təmizləyirdim, ağaçların dibini. Xəbərim olmadı, ağacın dibində yatıbmış. Ailərim atdım ki, təmizləyəm, o momentdə də ilan vardı. Həmin momentdə maşın oldu, gətirdilər. Həkimlər sağ olsun, çatan kimi nə lazım belədilər. Buraxılışımızı davam etdiririk. Bir müddətdir ki, Kür çayının suyu bulanıq gəlir. Bu hal əhalinin içməli su ilə təminatında və əkin sahələrində